Hər kəsi salamlayıram. Xoş gördük, əziz izləyicilər, əziz 9-cu siniflər. Bu videomuz yenə də sizə belə deyək, bir növ kömək məqsədlidir. Cavab kartı haqqında danışmaq istəyirəm. İlk öncə ayın 27-si, aprel ayının 27-si imtahan verən həm öz şagirdlərimə, həm də digər bütün şagirdlərə uğurlar arzulayıram. İnşallah hər şey yaxşı olar. Ümid edirəm ki, yaxşı da olacaq. Çünki yetərincə əziyyət çəkmişik. İnanıram ki, sizlər də yetərincə əziyyət çəkmisiniz və bunun bir qarşılığı olacaq. Bu bir yana, deməli, belə deyək də şagirdlər. İlk öncə onu deyim ki, məsələn, hər şeyi çox bilmək, yaxşı yaza bilmək, yaxşı riyaziyyat bilmək, tutaq ki, ingilis dili bilmək bəzən bu kömək eləmir. Yəni cavab kartında problemlər yarana bilər və nəticən belə deyək də Allah uzaq eləsin, az ola bilər. Bunun üçün də diqqətlə qulaq asın, nə etmək lazımdır. Cavab kartlarında olduqca ehtiyatlı oluruq. İndi bütün detalları deyəcəm. Diqqətlə izləyin. Və ondan qabaq bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, siz imtahanda olan zaman suallar verilir ki, mənə kanaldan şagirdlər verir ki, müəllim, biz hansı fənlə başlasaq daha məsləhətli olar, daha gözəl olar. Onu cavablandırmaq istəyirəm. Siz zaten istədiniz, istəmədiniz, imtahana girən kimi sizə ingilis dilindən listening, dinləmə olacaq. Bunu dinlədiniz, 6 sual səhv eləmirəmsə yazdınız. İndi bəlkə yanıla bilərəm, ya 5 suallar, nə qədərdirsə. Cavab verdiniz ona. Yəni mənim öz şagirdlərimə tövsiyəm odur ki, indi kim istəyirsə özlərinə də götürər bu tövsiyəni. 6 dənəsinə cavab verdiniz, ingilis dilini stoplayırıq burada. Çünki məcbur ona cavab verməliyik. Çünki sonra yadımızdan çıxar o 6 dənə səsləndirmə mətni yaddan çıxa bilər. 6 dənəsinə cavab verdiniz, inşallah ki verəcəksiniz. Saxlayırsınız ingilis dilini, keçirsiniz ana dilinə. Ana dilinə niyə keçəcəksiniz? Çünki imtahanda istər-istəməz ən güclü şagirdin belə həyəcanı olacaq. Orada həyəcan növləri çoxdur. Auditoriya həyəcanı var, yad şagirdlər görmək, bilin belə deyək, bir yoxlama görmək, hər hansı bir təhsil nazirliyindən gəlmiş nümayəndəni görmək, yəni hardasa şagird üçün, hətta bəzən müəllim üçün də biz də imtahan vermişik. Bir növ biraz həyəcan qaçılmazdır. Yəni həyəcan olacaqdır, bu mütləqdir. Və onu da qeyd edeyim ki, Azərbaycan dili həyəcanınızı aradan qaldırmağa kömək edən yeganə fəndir. Yəni bu mənim fikrimcə belədir. Niyə? Çünki doğma dilimizdir. Hərfləri tanıyırıq, sözləri görürük. Öz dilimizdə dərk eləyirik. Məsələn, fonetika verilir, hər hansı bir qaydadır, təbii ki. Sonra başqa nə deyək? Məsələn, fe'li xəbərdir, ismi xəbərdir. Yəni burada ingiliscə söz deyil ki, ay unutdum mən, ay keçmiş zamanı unutdum, indiki davam, indiki bitmiş zamanı unutdum, qarışdırdım. Doğma dilindir, bunu qarışdırmaq artıq necə deyim, çox az təsadüf olunan bir şeydir. Ona görə ana dilindən başlayırsınız. Ana dilindən başladıqdan sonra 10 dənə dil qaydası olur, səhv etmirəmsə. Cavab verirsiniz 10 dənəsinə, yazırsınız. Sonra dayandırdınız ana dilini. İstəyən davam eləyə bilər, problem yoxdur. Amma mənim şəxsi fikrimə görə deyirəm. Dayandıra da bilərsiniz və işləyə də bilərsiniz ana dilini. Axıra qədər işləyin, getsin. Və 10 dənə dil qaydasından sonra dayandırın. 10 dil qaydasına sizin təqribən bir 10-15 dəqiqəniz gedəcək. Sonra başlayırsınız riyaziyyata. Riyaziyyatı qəti axıra saxlamaq olmaz. Qəti sürətlə. Çünki yorulacaqsan sən o müddət ərzində. Bu riyaziyyatdır, bu hesablamadır, bu dərin elmdir, elmlərin şahıdır. Yəni ona görə diqqətli olmağa düşür. Ortalarda, yəni həyəcan aradan qalxandan sonra riyaziyyatla məşğul olun. Riyaziyyatı da işlədiniz, sizə tövsiyəm odur ki, 3 almaq istəyən şagirdlər 15 qapalı sualdan 9 dənəsinə əminsən ki, cavab vermisən, vəssalam, üçünü almısan deməkdir. 15 qapalı sualdan istifadə edin. Nə olur olsun istifadə edin. Məsələn, o biriləri çətin ola bilər. 6 kodlaşdırma sualı çətin ola bilər, tutaq ki. Ətraflı yazı tələb olunan sual biraz fərdi bacarıq tələb eləyir. Yəni ona görə qapalı suallara önəm verin. Qapalı sualda səhv olmamalıdır. Çalışın qapalı sualda səhv olmasın. Daha sonra əsas məsələ 15 dənə qapalı suala cavab verməkdir. Belə deyək də, indi hər kəs 5 almaz, hər kəs 4, 3 almaz. 2 alan şagirdlər də olacaq, təbii ki, bu qaçılmazdır. Bir növ günah özlərindədir, çünki oxusaydılar, yəni mənə elə gəlir ki, hətta
Yəni əminəm ki, 9 dənə suala cavab vermək çox asandır orada. 2-ni də alanda heç olmasa necə deyərlər, normal 2 almaq lazımdır. Da məsələn 0 baldan 2, yəni sən 25 sualdan nətər ola bildi ki, 2 dənəsinə düz cavab verə bilmirsən. 3 dənəsinə, 4 dənəsinə düz cavab verə bilmirsən. Orada 5-ci, 6-cı sinifin sualları var. Adi tənliklər falan var. Yəni heç olmasa da 2-ni də alanda normal bir 25 ilə, 24 ilə, 20 ilə 2 almaq lazımdır. Çünki bu sizin sinifin keyfiyyətinə təsir eləyir. Məsələn, sinif yoldaşlarınız yığır 80 bal, 85 bal, 90 bal, siz yığırsınız 0. Onlar toplananda sizin balınız onun üzərinə gəlir heç nə. Və sinifdə sən də şagirdsən, o da şagird. Sinif sayına böləndə keyfiyyət faiziniz olur heç nə. Ona görə siz digər şagirdlər, sinif yoldaşlarınızı da düşünün. Yəni mümkündür. 5 dənə, 4 dənə suala cavab vermək mümkündür. Bunu nəzərə alın. Riyaziyyat bitdikdən sonra keçirsiniz ingilis dilinə. Artıq ingilis dilinin dinləmə mətninin suallarını yazmısınız. Digər hissələrinə keçirsiniz, başlayırsınız yazmağa. Və salam. Bu qədər. Yəni demək olar ki, bu strukturu, bu ardıcıllığı gözləyin. Bu ardıcıllığa fikir verin. Bu formada edin və salam. İnşallah ki, hər şey yaxşı olar. Videoya baxan digər rayonun şagirdləri nəticələrinizi bizlə də bölüşün. Kanalda qeyd eləyərsiniz. Ümid edirəm ki, hər şey sizin üçün yaxşı olar. Hər şey sizin üçün ürəyiniz istəyən kimi olar. Hədəfinizdə olduğunuz bir rəqəm var, bilirəm. O sizin üçün uğurlu rəqəm olacaq ki, 11-ci sinifdə o rəqəmi daha da böyüdəsiniz. Sizə bol uğurlar arzulayıram. Ümid edirəm ki, video sizin üçün faydalı. İndi isə keçək bu cavab kartlarına. Dediyimiz kimi baxın, əziz şagirdlər. Cavab kartlarında görürsünüz, sizə hazır formada, baxın, buradan adınız yazılacaq. Məsələn, mən bir şagirdimin adını yazım. Tutaq ki, yazıram məsələn, İbadov birinci qrafikaya görə nə idi? Yazdın, İbadov Vahid. Qeyd elədik ki, İbadov Vahidi. Lakin deməyim odur ki, şagirdlər, artıq cavab kartlarında sənin bunu yazmaya ehtiyacın olmayacaq. Çünki bu İbadov Vahid sözü sənin özünün iş nömrəsi. Baxın, burada görürsünüz bu iş nömrəsinə baxın. Bu iş nömrəsi tutaq ki, indi bilmirəm, məsələn, deyək 6, 5-dir, 4-dür, 3-dür, 2-dir, 1-dir. Məsələn, nədirsə, o hazır yazılı gələcək. Yəni bu cavab kartında sənə bir dənə gəlir. Ehtiyatlı olun cavab kartlarında. Bəlkə digər nümunəsi də olar, amma mümkün qədər ehtiyatlı olun, çünki hazır formada gəlir. Və bu İbadov Vahid sözü də yazılır. Məsələn, baxın, burada özləri, burada ini izləyirlər. Bilməyənlər üçün burada bunu izləyirlər, burada anı izləyirlər, burada dını, o hərfini tapırıq və s. Belə İbadov. Bu da ən axırdadır. Burada da bunu izləyirlər. Və bu hazır formada gəlir. Yəni sizin bunu eləməyə ehtiyacınız olmayacaq. Sadəcə bir yoxluyursunuz da, görün İbadov Vahid sözü düz yazılıb mı? Məsələn, sizdə də indi adınız bu formada. Telefon nömrə falan. Bu gördüyünüz bu cədvəl var ha. Məktəbdir, iş nömrəsidir. Bunlar hamısı olur. İndi səhv eləmirəmsə orada bölmə nə bölməsidir? Bilmirəm, izlənilirmi? Yəqin ki, izlənirmirsə siz izləyirsiniz. İçini baxın, belə qaralayın. Qaraladınız. Buradan kənara çıxmayın, belə çölə çıxmayın. Tam içini qaralayın, Azərbaycan bölməsidir. Sinifiniz neçədir? 9-dur. Yəqin ki, bu da hazır verilir. Verilməsə, kitabça variantınız, tutaq ki, C variantı düşübsə, C-ni qaralayırsınız buradan. Xarici dil nəsə onu qaralayırsınız. Cins, kişi. Mən sərgəsiz qaraladım. Baxın, tam içi qaralanmalıdır. Karandaşla yox, yalnız göy rüçqa ilə. Baxın, burada veriblər. Baxın, yanlış qaralamalar. X eləmək olmaz. Belə eləmək olmaz. Yumru çəkmək olmaz. Bəzi şagirdlər belə eləyir. Mən tapmışam bunu. Belə deyil axı. İçi tam qaralanmalıdır. Çevrənin içi baxın burada göstərir. Tam içi qaralanmalıdır. Bu şəkildə olmalıdır. Bunlardan sonra keçirsiniz burada. Baxırıq birinci sualımıza. Birdə tapdın cavabı. Baxın, birin qabağında. Məsələn, Y variantı tapmamısan biri. İzlə yeni. Baxın, səliqəli izləyin. İndi məndə bu belə deyək də bu qələmə görə planşetdə ola bilər ki, balaca diqqətli eləmək olmur. Bax, burada izlədim. D-in üzərinə keçməməlisən. 2-də izlə, tutaq ki, A variantını. Belə-belə gəldin. Uşaqlar, bax, belə-belə gəldiniz, yaza-yaza. 17, 18 nə isə. Bunları işlədiniz. Sonra, indi baxın. Azərbaycan dilini işlədikdə görərsiniz ki, burada da qeyd olunubdur.
nömrəsini, hər birinin cavabını isə nəzərdə tutulmuş damalardan başlar. Yəni baxın, Azərbaycan dili. Baxın, bura xarici dil yazıblar. Deməli, xarici dildə 4-cü sual burada yazılmalıdır. Bax, boş yer qoyublar sizə. Xarici dil, ingilis dili sizdə indi alman dilidir, rus dilidir, nədirsə, bax burada qeyd eləyərsən 6-nı da, 7-ni də növbəti ətraflı yazılası şagirdlər 27-ci sualda artıq. Baxın. 27-ci sualı görəsiniz, orada izləməyə, yazmağa yer yoxdur. İngilis dilindən söhbət gedir. 27-ci sual yoxdur. Bax, həqiqətən də fikir verin, baxın 26-da dayanıblar, baxın. 26. Burada 31-dən başlayırlar artıq. Ona görə də 27-ci sual deməli bura yazılmalıdır. 28 bura yazılmalıdır. 30 davam edirik. Baxın, tədris dili Azərbaycan dili və ya rus dili. 46-cı sualı tapırsan mətndən, yəqin ki mətində bura yazsan, 47-ni bura yazsan, 48, 49, 50, 51 artıq olmalıdır. Baxın, 56-dan başlayıblar. 51 görə yardadır. Baxın, var 51. 51-i buradan izləyəcəksən. 52 də var, 53, 54, 55. İndi 56 yoxdur, baxın. 56-nı qaydırsan indi. Qaydırsan bura. Baxın, 56 burada var. Yaz bura, nədirsə. Məsələn, vətən. Nədirsə yazsan bura. 57, 58, 59, 60-a qədər var. Sonra keçdik şagirdlər. Baxın, riyaziyyat 79. Hə, tapdınız tutaq ki. Nədirsə cavabı. Tutaq ki, boş çoxluq. Və ya nəsə. Yazdım bura. 80, həmçinin ətraflı 81, 82, 83. Burada işləyirsən hamısını. Nədirsə. 84, 85. İndi bu 9-cu siniflərdə belə deyək də, bu cavab kartı tam standartlara uyğun olmaya da bilər. Yəni tam standartlara uyğun olmayan şəkildə də ola bilər. Əsas model olaraq göstərirəm. Riyaziyyatda bilirsiniz ki, son 4 sual. Son 4 sualınız ətraflı yazı tələb olunandır. Ətraflı. Yəni sizdə orada son 4 sual olacaq belə. Məsələn, deyək 82-dir, 83-dür, 84-dür, 85-dir. Buradan ətraflı yazırsan, ətraflı nədirsə, tapdın, yazacaqsan. Yəni demək istədiyim odur, bu ola bilər ki, bu cavab kartı tam standartlara uyğun deyil deyək, məsələn. Lakin sizə verilən cavab kartında bu formatda olacaq. Yəni belə bir ardıcıllıq olacaq. Yəni siz bu göstərildiyi kimi, məsələn, gəldin ana dilini işlədin, tutaq ki, işlədin, görsən 26-cı sualı orada damalarla yoxdur, tutaq ki. Qalxırsan bura, görsən, hə, Azərbaycan dilindən, tutaq ki, 46-cı sual buradaymış deməli, bura yazmalısan artıq. 47-ci cavabını bura yazmalısan artıq. Bu şəkildə. Cavab kartına bitişik və ya digər tikili formada sizə bu vərəqləri verəcəklər. Yəni orada ətraflı şəkildə yazarsınız. Çalışın ətraflı da yazanda şagirdlər. Elə edin ki, məsələn, tutaq ki, siz bilirsiniz ki, Pifagor teorem, Pifagor ədədləri 6, 8, 10-dursa, hə, belə yazma da bunu. Çətin şey deyil ki, a kvadrat üstəgəl b kvadratı, s kvadratı yazmaq. Qət yerinə yaz, 6-ın kvadratı, 8-in kvadratı, 10-un kvadratına bərabərdir. Yəni, bunu yaz. Biraz ətraflı olsun, adından məlum. Bu şəkildə şagirdlər, bu şəkildə. Bax, dediyim formada. Burada qapalı suallardır. 17-ni tapdın, izlə. 18-i tapdın, izlə. Kənara çıxma, izlə. Məsələn, gəlib 19-u tapmayanda, axtar gör 19 bu vərəqdə hardadır? 19 burada tutaq ki, ətraflı yaz. Ətraflı yaz. Nədirsə cavabı yaz. Nədirsə, məsələn, Sultan Səncər. Gəti yaz. Bu formada şagirdlər. Belə də çətin bir şey deyil, qaranlıq bir şey deyil. Təbii ki, bilmədiyinizi nəzarətçiyə sual da verəcəksiniz. Bunlar da izah edəcək, lakin faydası dəysin. Belə. Digər izahlarda, digər videolarda görüşmək ümidi ilə özünüzə yaxşı baxın. Sağ olun.